Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Qala es-salisatu enneha ta'ala hayyun li'ennehu qadirun alimun feyekunu hayyan bil-zarura. Aqulu min sıfatihi s-subutiyyeti kunuhu ta'ala hayyan. Faqala el-hukama ve Ebul Hüseyin Basri حياته عبارة عن صحة اتصافه بالقدرة والعلم. وقالت الأشاعرة هي صفة زائدة على ذاته مغايرة لهذه الصحة والحق هو الأول. Keçən bəslərdə elhamdülillah Allah Taala'nın sıfat-ı sübutiyyəsindən olan qudrət bəhsi, elm bəhsi tamam şamal mətn əsasında tamamlandı. Allah Taala'nın sıfat-ı sübutiyyəsindən biri də Allah Taala'nın hayy olmasıdır. Mətni izah etməmişdən qabaq bir neçə dənə məsələ işarə etmək istəyirəm ki, mətni daha da yaxşı başa düşək. Birinci məsələ budur ki, ümumiyyətlə həyat deyəndə bu həyatın mənası nə nəzərdə tutulur? Məxsusən Allah Taala barəsində. İnsan barəsindəki, heyvan barəsindəki həyat demək olar ki, biz üçün məlumdur. Allah Taala hayyidir deyəndə biz eləyə bilmərik insan barəsində və yaxud məxsusən nəbatat barəsində olan həyatı Allah Taala'ya nisbət verək. Yenə insanda olan həyatı nəvaqisin təcrid etməklə Allaha da nisbət vermək olar. Çünki insanın da həyatından məqsəd həqiqətdəki Allah barəsində olan həyatla eynidir. Lakin nöqsan cəhətləri gərək Allah Taala'dan səlb olunsun. Ümumiyyətlə buyururlar ki, həyatın iki dənə əsas mənası var. Hətta bəzi kitablarda bu formada gəlib ki, həyat bil mənəl əm, bir də həyat bil mənəl əxəs. Həyat bil mənəl əmdən məqsəd deyirlər ki, o həyatı ki, heyvana şamil olur, cəmaatın müqabilində. Hətta bu mənada nəbatata da isnad vermək olar, nisbət vermək ki, məsələn, nəbatat da həyyidir, həyatları vardır. Bunun mənası həqiqətdə cəmadın müqabilində. Cəmad nədir? Cəmad inkişafı yoxdur, yəni həyatı yoxdur. İnsanda da bu mənanı itlaq eləmək olar. Cəmadda olmayan bir xüsusiyyət, məsələn, insanda var. İnsanda inkişaf eləyir. Hətta şuur mənasında da insanda vardır ki, məsələn, onu artıq nəbatata biz nisbət verə bilmərik. Pəs hər bir varlığın özünə nisbətdə həyatı var. İnsanda bir formadadır, heyvanatda bir formadadır, nəbatatda bir formadadır. Biz ki, deyirik Allah Taala'da həyyidir, bunlarda olduğu həyatı nəzərdə tutulur, yoxsa yox? Təbii ki, yox. İnsanda olan həyatı nisbət vermək olar, lakin nöqsan cəhətlərin təcrid eləməklə. Şu nöqsan cəhətlərin bu nədir? Ən azından insanda olan həyat arizidir, amma Allahda olan həyatı biz arizi hesab edə bilmərik. Allah Taala əzələn və əbədən həyyidir. Bu sifət onun eyni zatıdır və keçən bəhslərdə də isbat olundu ki, Allah Taala'ya hər bir sifəti nisbət verir, onun sifət eyni zatıdır. Hər sifət ki, Allah Taala'ya nisbət verilir, ya mümkündür, ya mümkün deyil. Əgər mümkündürsə, bil-fiil mövcuddur. Allah Taala'da özü də o sifətlər eyni zatıdır. Arizi deyildir. Bəs həyatın birinci mənası o həyata deyilir ki, cəmadatın müqabilində heyvana da şamil olur, bitkilərə də şamil olur. Lakin həyatın ikinci mənası çox önəmlidir, diqqət edək. Həyatın ikinci mənası buyururlar ki, həyat o şeydir ki, mənşə-i idrak olsun və mənşəiyyətən lil əsər. Əsərin də mənşəyi olsun. Yəni, həyat elə bir xüsusiyyətdir ki, hər varlıqda o həyat olarsa, səbəb olur ki, həmin varlıq idrak sahibi olsun və həmin varlıq əsər sahibi olsun. Bu mənada həm insanda vardır, həm bu mənanı biz Allaha da nisbət verə bilərik. Əlbəttə, Allah da yenə də deyirəm, o nöqsan cəhətləri səlb etməklə. İnsan aya bu məbdəi əsərdir, yoxsa yox?
Yəni insanın biz həyatına baxanda, öz həyatımıza baxanda insan elə bir varlıqdır ki, şuur və hiss əsasında feillərin nə edir? İcad edir. Yəni əsər sahibidir. Elə bir əsər ki, ən şuurun və hissindir. Pəs həm idraç onda vardı, həm mənşəiyyəti əsər vardı. Pəs belə bir varlıqla həyatı vardı. Bu mənanı biz Allaha da nisbət verə bilərik. Əlbəttə bir həyatın birinci mənası ki, dedik, heyvanata şamil olur, cəmaata müqabilində bu həyat həqiqətdə təbii üləmaların nəzərindədir bu məna. Yəni bu mənanı biz filosoflar Allah barəsində ki deyirlər həyatı var, bu mənanı əslən iradə eləmirlər. Amma biz ki deyir ki Allah Taala həyyidir, ikinci məna nəzərdə tutulur. Allah Taala həyyun, yəni mənşəun lil idrac və mənşəu lə əsər. Allah Taala da həm mənşə, Allah Taala həm əsər sahibidir və bu əsəri ən şuurun və hissindir. Əlbəttə şuur və hiss ki insandadır, o cürə xeyr. Hükəmada, filosoflarda ki Allah Taala'ya həyatı nisbəti verirlər, ikinci mənanı nəzərdə tuturlar. Burada alimlərdən birinin də kəlamına işarə edim. Buyurur ki, həyat insanlarda olan həyat, yəni bizim bu maddi aləmdə hətta insanlarda olan həyat iki ünsür əsasında tamamlanır. Bir idrac, ikincisi də feil. Yəni həqiqətdə insanlar barəsində dediyimiz həyat ibarətdir bundan ki, insan müdrikdir, idrac sahibidir və bu idrac nəticəsində ondan feil sadir olur. Və bu mənanı biz Allah Taala'ya nisbət verə bilərik və əkməl forması. Bəs Allah barəsində həyat deyəndə məqsəd budur. Əllamə Hillin də kəlamına siz diqqət edin. Əllamə Hilli buyurur ki, Allah Taala həyyidir. Nəyə görə? Lənnəhu qadirun alimun. Qadirun nədir? Yəni qüdrət bər fiil. Alimun nədir? Yəni mudrikun. İdraç mənasında. Həqiqətdə Əllamə Hilli buyurur ki, Allah Taala'nın həy olmağına ən böyük dəlil budur ki, Allah Taala alim və qadirdir. Bir varlıq ki, alim və qadirdir. Elə həyatın mənası da bundan ibarətdir. Elə burada Fazil-i Miqdadda Əllamə Hillinin kəlamının izahında buyurur ki, əvvələn üləma-i hükəma, yəni filosoflar, İslam filosofları Allah Taala'nın həyatın məna etdikdə buyururlar ki, həyat, yəni bir varlığın qüdrət və elm sifəti ilə sifətlənməyin mümkün olması. Həyatın mənası budur. Allah Taala həyyidir, yəni Allah Taala elə bir varlıqdır ki, o qadiri alimdir. Allah Taala'nın həyatının da mənası budur. Bəs biz ki Allah həyyi deyəndə insanlarda olan həyat və yaxud da heyvanlarda, bitkilərdə olan həyat nəzərdə tutulmasın. Əgər insanda olan həyatda nəzərdə tutulsa, o nöqsan cəhətlərin qoyaq kənara. Ən azından insanlarda olan bu həyat ki, həmin Allahda olanda həyatı dedik ki, mudrikdir və za əsərdir, əsər sahibidir. Bu mənanı bəli insanlarda itlaq eləmək olar. Lakin ən azından bunu bilək ki, insanlarda olan həyat bu formada arizi bir şeydir. El-insanu lem yekun mudrikan sümme kana mudrikan. El-insanu lem yekun menşe'an lil əsər, əsər sahibi değildi, sümme kana, sonra oldu. İnsan üçün bu kəmal sonradan verilib. Amma Allah Taala ki, bütün varlıqların mənşəidir. Bu həyat xüsusiyyəti onda əzəlidir, əbədidir. Özü də arizi deyil, bəlkə eyni zatıdır. Əlbəttə Əşairə Allah Taala'nın bir çox sifətlərində dedikləri kimi həyat sifəti haqqında deyirlər ki, həyat sifəti bir sifətdir ki, Allah Taala'nın zatına zaid olmuşdur. Sonradan əlavə olunmuşdur və bu hükəmanın dediyi bu sihhəti ki var, sihhəti ittisabı bil qüdrətə və ilmi bunu qəbul etmirlər. Amma Fazil-i Miqdad buyurur ki, haqq hükəmanın dediyidir. Yəni Allah barəsində hükəmanın dediyi söz doğru sözdür. Allah Taala'nın həy olmağı deyəndə məqsəd budur ki, Allah Taala mudrikdir və zu əsərdir. Həqiqətdə həmin ibarətdir Allah Taala'nın qüdrət və elm sifəti ilə müttəsif olmağından. Amma bunun dəlili nədən ibarətdir? Biz hansı dəlilə əsasən deyirik ki, Allah Taala
həyyidir. Bunun dəlili demək olar ki, məlumdur. Çünki o cürə ki, həyatı məna etdik. Keçən bəslərdə isbat olundu ki, Allah Taala alimi qadirdir. İsbat olundu. Hər alimi qadir. Əgər Allah Taala alimi qadirdirsə, təbii surətdə gərək qəbul eləyək ki, Allah Taala həyyidir. Nə üçün? İsbat olundu keçən dərslərdə ki, Allah Taala vacib-i Taala alimi qadirdir. Hər alimi qadir də həyyidir. Məsələn, Allah Taala həyyidir. Bu birinci məsələ ki, yəni Əllamə Hilli bu dəlillə isbat edir ki, Allah Taala həyyidir. Başqa bir tərəfdən də bu Əşairənin sözünün müqabilindəki Əşairə deyirlər Allah Taala'nın həyatı onun zatına ariz olmuşdur. Bunun da müqabilində gərək bunu deyək ki, Allah Taala'nın elmi və qüdrəti Allah Taala'nın eyni zatıdır. Keçən dərslərdə isbat olundu da Allah Taala həm alimdir, həm qadirdir. Alim sifəti, qadir sifəti də Allah Taala'nın eyni zatıdır. Allah Taala'nın da elə həyatı ibarətdir onun elmindən, qüdrətindən. Allah Taala'nın elmi və qüdrəti ki, eyni zatıdır. Allah Taala'nın həyatı da ibarətdir onun elmi ilə qüdrətindən. Bəs nəticədə Allah Taala'nın həyatı da eyni zatıdır. Bu da Əşairənin sözünün müqabilində. Bir məsələyə də işarə edək ki, mətndən əlavə olan dəlillərdən də biz isbat edə bilərik Allah Taala'nın həyatını. Biri bundan ibarətdir ki, Allah Taala'nın əgər həyatı olmasa bir növ nəqsdir. Başqa sözlə desək, həyat bir kəmal xüsusiyyətidir. Hər bir kəmal xüsusiyyəti əgər necə deyirlər, Allah Taala olmasa, Allah üçün nəqsdir. Bəs gərək qəbul edək ki, Allah Taala həyyidir. Başqa sözlə, ibarə ilə həyat kəmaldır. Hər bir kəmal Allah Taala üçün sabitdir. Bəs nəticə budur ki, həyat sabitdir Allah Taala üçün. Başqa bir dəlil də demək olar. Həyat insanlarda, bizdə mövcuddur. Biz özümüz öz vücudumuzda nəyik? Allah Taala'ya bağlıyıq. Əgər Allah Taala'ya biz öz vücudumuzda bağlıyıqsa, özümüzə məxsus olan kəmal sifətlərində də ona bağlıyıq. Yəni bir məlul ki, öz vücudunda, öz yaranmağında Allaha bağlıdırsa, öz varlığını Allahdan alıbsa və bu varlıqda, məlul olan varlıqda bu həyat xüsusiyyəti vardırsa, necə ola bilər bunu yaradan varlıqda o kəmal xüsusiyyəti olmasın? Bir təriqin ola, başqa bir şey, başqa cəhətdən, yəni Allah Taala'da əgər bu həyat xüsusiyyəti olmasaydı, başqalarına da bu həyatı verməzdi. Faqid-i şey la yakunu mu'tiyan, bir varlıq ki, özü həyatı yoxdur, necə həyat verə bilər? Bəs bunu əsasən Allah Taala'nın həyy olmağı bədihidir. Bu mətni oxuyaq. Qalə əs-salisatu ənəhu Təala həyyun. Üçüncü məsələ bundan ibarətdir ki, Allah Taala'nın sifət sübutiyyəsindən üçüncüsü budur ki, ənəhu Təala həyyun. Allah Taala həyyidir. Nə üçün? Lənnəhu qadirun alim. Çünki Allah Taala həm qadirdir, həm alimdir. Fəyəkunu həyyən. Biz zəruri. Əgər Allah Taala alim qadirdirsə, zəruri və bədihidir ki, gərək həyatı da olsun. Əqulu. Fazil miqdadı buyurur ki, min sifatihi subutiyyəti kunuhu Taala həyyən. Allah Taala'nın sifat sübutiyyəsindən biri də budur ki, Allah Taala həyyidir. Həy nə mənada? Fəqaləl hükəmau və Əbul Hüseyn Bəsri, filosoflar və həmçinin Əbul Hüseyn Bəsri mütəkəllimlərdən onların sözü budur ki, həyatuhu, Allahın həyatı ibarətun ən sihhəti ittisafi bil qudrəti vəl ilm. Yəni Allah Taala'nın, əlbəttə ümumiyyətlə bunlar Allah Taala demirlər. Həyat dedikdə həyat budur ki, bir varlığın qüdrət və elm sifəti ilə müttəsif olmağı səhihdir və mümkündür. Həyatı bu cürə məna edirlər. Ki, mən izahəndə dediyim ki, burada sihhət ittisab bil qüdrət və elm, yəni bir varlıq əgər mənşəi feildirsə, özü də feili ən idrakın ondan sadir olursa, ona nə itlaq edirlər? Həy itlaq olunur. İnsanda da bu məna səhihdir. Bəs Allah Taala'nın həyatı dedikdə ibarətdir Allah Taala'nın qüdrət və elm sifəti ilə müttəsif olmağının mümkünlüyündə. Lakin əşairələr deyiblər ki, və qalətil əşairə, əşairə həyatın mənasında, məxsusən Allah Taala barəsində həyatın mənasında buyurublar ki,
Hiyə sifətun zaidətun əla zatihi. Həyat sifəti bir dənə sifətdir ki, Allahın zatına sonradan ariz olmuşdur, zaiddir, eyni zatı deyil. Özü də hər nədirsə müğayirətun li hazihi sihhə. Müğayirdir, ziddir o hükemanın dediyi bu sihhəti ittisafla. Başqa bir şeydir. Nədirsə heç özləri də başa düşmürlər ki, nədir. Əşairənin gələcək bəhslərdə də işarə olunacaq ki, bəzi sözlər Allaha nisbət verirlər, amma deyirlər ki, biz həqiqəti nədir, biz bilmirik. Amma bu belədir. İddia edirlər, amma nə mənasını izah eləyə bilirlər. Məsələn, Allah Taala'nın sifəti mütəkəllim olmağında deyirlər ki, bəli, Allah Taala'nın kəlamı var. Kəlamından da məqsəd kəlami nəfsidir. Amma kəlami nəfsidən məqsəd nədir? Özləri də bilmirlər. İndi bunlar da deyirlər ki, Allah Taala'nın belə həyatı var. Həyatını qəbul edirlər. Allah Taala'nın həyatından məqsəd bir sifətdir, zaiddir zatına və fərqli bir şeydir. Allah Taala'nın qüdrət və elmdən fərqli bir şeydir. Bu Əşairənin sözü. Fazil Miqdad Burcu vələ həqquhu vələ əvvəlu. Haqq həmin hükemanın Əbul Hüseyn Bəsrinin dediyidir. Nə üçün izil əslu ədəmuz zaid? Çünki əsl budur ki, Allah Taala'nın sifətləri barəsində zaidliyi biz qəbul etmirik. Əsl yəni qanun, əqli ki, onu necə deyirlər, sabit edir. Əgər biz qəbul etsək Allah Taala sifətlərində sifətləri Allah Taala'ya zaiddir. Bu qanunu əqli ki, Allah Taala'nın möhtac olmağını sabit edir, iftiqarın, fəqirliyin sabit edir. Bu Allah barəsində bunun heç biri keçərli deyil. Vəl bari Teala qəssəbətə ənəhu qadirun alim. Bizim dəlilimiz budur. Bari Teala Allah Taala barəsində biz dedik ki, həqiqətən Allah Taala alim qadirdir. Əgər alim qadir olmağı isbat olunsa, fəyəkunu hayyan biz-zərurə. Bədihi surətdə gərək həyatı da olsun və huvəl mətlub. Elə bizim də demək istədiyimiz budur ki, Allah Taala alim qadirdir. Alim qadirin də mənası həmin ibarətdir həyatından. Bu sifətdə tamam oldu. Vaxtımız olduğuna görə digər bir sifəti də oxuyaq Allah Taala barəsində. Allah Taala'nın sifat-ı sübutiyyəsindən biri də Allah Taala'nın murid olmasıdır. Qalə ər-rabi'atu ənəhu Taala muridun və karihun. Dördüncü sifəti budur ki, Allah Taala muriddir, iradə sahibidir və karihun. Karihun iradənin müqabilində. Allah Taala bir şey iradə edib, onun müqabilində bəzi şeylərdə iradə etməyib. Murid bizdə deyilə murid iradə elədən istədi. İnşallah bunun iradənin geniş bəhsini eləyəcək. Fazil Miqdadda geniş bəhs eləyib və üzərində gərək bu iradə bəhsində çox dayanaq. İradə-i təkvini vardır, iradə-i təşrii vardır. Bu iradə insanlarda olan iradə Allaha da nisbət verə bilərik, yoxsa yox. Biz insanlarda iradə tamamilə fərqlidir. Bir növ qərara gəlmək mənasındadır. Allah Teala bu mənanı nisbət verə bilirik, yoxsa yox. Başqa bir bəhs budur ki, iradə sifəti sifat-ı zatiyyədəndir, yoxsa sifat-ı fiiliyyədəndir. Bunlar bəhs olunacaq. Hal-hazırda Əllamə Hillinin 2 sətir ibarəsini mən oxuyam, tərcümə edirəm. Əlavə izahlar verəcəm və Fazil Miqdadın kəlamın, Əllamə Hillinin kəlamının şərhində inşallah gələn dərsimizdə ətraflı bəhs edərik. Əllamə Hilli Burcu qalə ər-rabi'atu ənəhu Teala muridun və karihun. Həqiqətən Allah Teala həm iradə edəndir, həm iradə etməyəndir, karihdir. Karih həmin kərahət sözündən, lüğətindəndir ki, mənası yəni istəməyən. Ağay Əllamə, siz nə dəlilə əsasən deyirsiniz ki, Allah Teala iradə sahibidir? Buyurur ki, diqqətin, bu dəlildir. Bu iddia idi, Allah Teala muriddir və karihdir. Bunun dəlili olaraq Əllamə Hilli buyurur ki, لِأَنَّ تَخْسِيسَ الْأَفْعَالِ بِإِيجَادِهَا فِي وَقْتٍ دُونَ آخَرَ لَا بُدَّ لَهُ مِنْ مُخَسِّسٍ. Allah Teala ki, bəzi fiillər icad etməkdə müəyyən bir vaxt onun üçün nəzərdə tutur, başqa vaxtda onu icad eləmir. La buddə lehu min müxəssisin. Bunun bir müxəssisi lazımdır. Və huvel iradə. Bu da iradədir. Mən bunu izahında bunu əlavə edim ki, baxın, Allah Teala bir vaxt vardı, aləmi, bu dünyanı yaratmamışdı, bir vaxtdan sonra yaratdı. Nə üçün bu vaxta qədər yaratmamışdı, bu vaxtda yaratdı? Bunun bir müxəssisə ehtiyacı vardı. Nə səbəb oldu ki, Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm, məsələn,
filan tarixdə dünyaya gəlsin. Quran kamil olaraq, kamil asimani bir kitab olaraq nə üçün filan zamanda nazil oldu? Bunu Adəmin vaxtında da edə bilərdi. Peyğəmbərimiz sallallahu əleyhi və alihi və səlləm məsələn həmin tarixdən 100 il sonra da məsələn peyğəmbərliyə məbus ola bilərdi. Nə üçün Allah Taala əsas bu sualı. Nə üçün Allah Taala bir feili əvvəlcədən etməyə qüdrəti olduğu halda həmin vaxtda etmədi, sonra elədi. Nə üçün filan vaxtda istəmədi, filan vaxtda istədi. Yəni Allah Taala'nın feillərinin bəzi vaxtlarda icad olunmasına səbəb olan amil nədən ibarətdir? Əgər desiniz ki, Allah Taala'nın qüdrəti həmişə vardır. Əgər desiniz ki, Allah Taala'nın elm sifəti, Allahın elmi zatı əzələn və əbədən vardır. Başqa sözlə Allah Taala'nın elmi, Allah Taala'nın qüdrəti bütün feillərə nisbətdə ələs səviyyədir. Bəs qüdrət sifəti səbəb olmaz ki, feillər bəzi vaxtda yaransın, bəzi vaxtlarda yaranmasın. Elm sifəti də ola bilməz. Bəs nədir? Həmin o iradə nədən ibarətdir? Başqa sözlə elmi xasdan ibarətdir ki, iradəni bəziləri məna edirlər. İradə elm bir məsləhət. Yəni Allah Taala bilirdi ki, filan feilin filan vaxtda vücuda gəlməyində məsləhət vardır. Bu iradənin mənası da elə bundan ibarətdir ki, əlbəttə iradə iki qismdir. İradə-i təkviniyyə, iradə-i təşriiyyə. İradə-i təşriiyyədə Allah Taala mükəlləflərdən, yəni insanlardan və yaxud da cinlərdən istəyib ki, filan feili etsinlər. Bu iradə-i təşriiyyədir. Əmr eləyib, nəhy eləyib. Əmr dəlalət eləyir onun iradəsinin olmağı, nəhy dəlalət eləyir kərahətinə. Əgər Allah Taala bir şeyə nisbətdə əmri varsa, yəni ona nisbətdə nə eləyib? İradə-i təşriiyyəsi var. Onu istəyib ki, mükəlləflər əmələ gətirsin. Əgər Allah Taala nəhy eləyib ki, filan işi görməyin, la təqrabu zina, la təqrabul fəvahiş, la təqrabu məsələn əs-salata və entum sukara. Orada ki, nəhiylər var. Nəhiylərin mənası budur ki, Allah Taala təşriən istəmir. Ona nisbətdə kərahəti vardır. Bəs hər halda əgər Allah Taala bir feilin filan vaxtda icad etməyin istəyibsə özü etsin, bəs filan feilin həmin vaxtda vücuda gəlməyində məsləhət vardır. Ondan qabaqda məsləhəti yox idi, yəni iradəsi yox idi, kərahəti vardı. Ondan sonra da kərahəti var idi. Bəs Allah Taala'nın feillər ki, bəzi zamanda vücuda gəlir, bəzi zamanda vücuda gəlmir, onun bir müxəssisə ehtiyacı var. Nə üçün bu zamana o feil məxsuslaşdı? Onun bir nəyə ehtiyacı var? Dəlilə. Dəlili ibarətdir iradədən. Başqa bir tərəfdən də Allah Taala əmr edib, Quranda əmrləri var, Quranda nəhiyləri var. Əmr harda varsa, nəhi harda varsa, burada iradə və kərahət də özünü göstərir. Bu bir məsələni də xatırladım. Əllamə Hillinin mətnini tamamlayaq, şərhi qalsın gələn dərsimizə. O da bundan ibarətdir. Baxın, iddia nədən ibarətdir? İddiamız budur ki, Allah Taala muriddir, yəni iradə edəndir və karihdir. Biz bunu qəbul edirik. Üzrsə bu müddəadır. İddiamız budur ki, Allah Taala muriddir və karihdir. Dəlil nədən ibarətdir? Dəlilə diqqət edin. Əgər Allah Taala murid və karih olmasaydı, həqiqət o dəlilin izahıdır. Əgər Allah Taala murid və karih olmasaydı, Allah Taaladan bu feillər sadir olmazdı. Əgər feillər sadir olubsa, Allah Taaladan müəyyən şeyləri icad edibsə, bəlkə iradə eləyib. Əgər Allah Taala müəyyən zamanlarda bəzi feilləri icad eləməyibsə, pəs ona nisbətən kərahəti var idi. Pəs bunlara diqqət edin. Pəs Allah Taala əgər əfal ondan sadir olubsa, pəs o Allah Taala'nın iradəsini göstərir. Başqa bir dəlil də ki, həmin mətndə Əllamə Hillinin mətnində gəlib, deyir ki, Allah Taala əmr eləyib və nəhy eləyib. Əmr və nəhy əlaməti iradədir, əlaməti kərahətdir. Hər amir qaçılmaz muriddir. Hər nahi bir varlıq ki, nəhy eləyir, istər-istəməz hər nə feildən nəhy eləyirsə, ona nisbətdə karihdir. Allah Taala da həm amirdir, həm nahidir. Bəs Allah Taala həm muriddir, həm də karihdir. Bu da bir məsələ. Başqa bir məsələndə işarə edim, bəhsimizi tamamlayaq. O da bundan ibarətdir ki, baxın, gələn bəhslərdə də geniş izah olunacaq. Allah Taala'nın iradəsi iki mərhələsi var, iki məqamı var, iki dərəcəsi var sanki. Bir iradəsi var Allah Taala'nın öz zatı mərtəbəsində. Həqiqətdə buna biz iradə-i zatiyyə də deyə bilərik. Allah Taala
öz zatı mərhələsində, mərtəbəsində iradə sahibidir. Bunun adına biz iradə-i zatiyyə deyirik. Hansı ki, iradə-i zatiyyə Allah Taala'nın eyni zatıdır. Ki, bəzi hədislərdə də və hətta bəzi alimlərin də kəlamında var, Allah Taala'nın iradəsi əzəlidir. Əzəlidir. Əzəldən iradəsi olub, əbədən də olacaq. Bu məna iradə olunur. Yəni, iradə fi mərtəbəti zat. Yəni, iradə-i zatiyyə ki, eyni zatıdır. Bir iradə də var ki, Allah Taala'nın fiil mərhələsindədir, fiil mərtəbəsindədir. Əgər iradə fiil mərhələsində olsa, həqiqətən bu iradə Allah Taala'nın eyni fiilidir. Allah Taala'nın fiili hadisə olmaqla bu iradə də hadisə olur. Başqa söz, Allah Taala'nın fiil mərhələsində iradəsi ibarətdir onun fiilinin icad olunmağından. İradə bu mənada əslən tabi fiildir və zaiddir zata. Bu məzmunda hədislərimiz də vardır. Bir hədislər nəql olunmuş ki, həqiqətən Allah Taala üçün iki növ iradə var. İradətin. Bir iradə, iradətu hətmin, biri də iradətu əzmin. Bu hədisin təfsirində böyük alimlər buyurublar ki, iradə-i hətmi işarədir Allah Taala'nın iradə-i zatiyyəsinə, iradətu əzm işarədir Allah Taala'nın iradə-i fiiliyyəsinə. Fazil miqdar əlavə məlumatlar da verəcək. Biz mətni oxuyaq, tamamlayaq. İnşallah gələn dərsimizdə bu bəhsi yenidən təkrarlayıb izahın Fazil miqdadın kəlamı əsasında bəyan edərik. Qalə ər-rabiətü ənəhu təala muridun və karihun. Qalə Əllamə, yəni Əllamə illi buyurur ki, Allah Taala həqiqətən murid və karihdir. Nə üçün? Liənnə təxsisəl əf'al. Diqqət edin. Çünki Allah Taala'nın fiillərinin məxsuslaşmağı bir icadıya, yəni o fiillərin icadının məxsuslaşmağı fi vəqtin dunə axər. Ki, Allah Taala'nın bəzi fiilləri icad olunur, bir vaxtda dunə axər, başqa vaxtda icad olunmur. Labuddə ləhu min müxəssisin. Onun bir müxəssisə ehtiyacı var. Nə üçün bu vaxtda icad oldu, ondan qabaq icad olmadı, ondan sonra da icad olmadı. Labuddə ləhu min müxəssisin. Allah Taala'nın fiilləri ki, icad olanda müəyyən vaxtda icad oldu, ondan qabaq, ondan sonra icad olmadı. Labuddə ləhu min müxəssisin. Onun müxəssisə ehtiyacı var. Və huvəl iradə. Bu da ibarətdir iradədən. Və bu birinci dəlil. İkinci dəlil. Və li'ənəhu Teala əmərə və nəhə. Çünki Allah Teala həqiqətən əmr eləyib və nəhy eləyib. Və huma əmr və nəhy müstəlziman əl-iradətə vəl-kərahətə biz-zərurə. Əmr və nəhy də harda varsa, bu müstəlzim iradə və kərahətir bədahədən. Yəni, o varlıq əmr edər ki, iradəsi olsun. O varlıq nəhy edər ki, kərahəti olsun. Birinci dəlil ki, gətirdi Allah Taala'nın iradə-i təkviniyyəsinə işarədir. Allah Taala ki, fiillərin də, icadın da bəzi vaxt onu icad edir, başqa vaxtda icad eləmir. Bu iradə-i təkviniyyənin nişanəsidir. Əgər Allah Taala əmr edib və nəhy edibsə, bu da iradə-i təşriiyyənin əlamətidir. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.